Bilirsən nə maraqlıdır? Arzu ilə reallıq arasında bir körpü var. O körpünün adı qərar və hərəkətdir. Hamının arzusu var, amma hamı arzu uğrunda gecəni səhərə qatmaya hazır deyil. Fərq bundadır. Arzu ürəkdə yanan bir işıqdır, amma o işıq öz-özünə yolu işıqlandırmır. Sən addım atmalısan. Bəzən yol çətin olacaq, insanlar inanmayacaq, bəzən özün belə şübhə edəcəksən. Amma unutma, böyük nəticələr həmişə səbrin arxasından gəlir. Uğur səs-küylü gəlmir, o səssiz zəhmətin nəticəsidir. Hər gün özünə sual ver, mən bugün arzum üçün nə etdim? Bir addım atdım, yoxsa yenə sabaha saxladım? Heç kim bir gündə zirvəyə qalxmır. Amma hər gün bir addım atan insan bir gün mütləq zirvədə olur. Qorxu olacaq normaldır, yorğunluq olacaq keçicidir. Amma vaz keçmək, bax o həqiqi məğlubiyyətdir. Unutma, arzular zəif insanlar üçün deyil, arzular cəsarətli olanlar üçündür. Arzular özünə inananlar üçündür. Əgər ürəyində bir istək varsa, deməli sən onu bacara biləcək gücə sahibsən. Çünki insanın daxilində boş yerə arzu qoyulmur. Bugün qərar ver, mən gözləməyəcəm, mən şikayət etməyəcəm, mən hər gün biraz da yaxınlaşacağam. Bir gün geriyə baxanda deyəcəksən, yaxşı ki vazgeçmədim, öz arzularıma sahib çıxdım.